İsrail hökuməti sığınacaqlarının sayını artırır. New York Times qəzeti yazır ki, hökumət Müdafiə Nazirliyi və Daxili Cəbhə Komandanlığının ölkə daxilində 500 ictimai bomba sığınacağının təmiri və 1000 mobil yol kənarında bunkerlərin yerləşdirilməsi planını təsdiqləyib. Sxemin dəyəri 28 milyon dollar olaraq qiymətləndirilir. Xəbərə görə təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, hökumət telefon səsverməsi ilə daxili müdafiəni sürətləndirmək planının təsdiqləndiyini bildirib. Təmir ediləcək 500 ictimai sığınacağın İsrailin mərkəzində olduğu vurğulanıb. 1000 ədəd yeni mobil sığınacaqlar isə ölkə daxilində həssas ərazilərdə yerləşdiriləcək. Ekspertlərin fikrincə, yeni mülki müdafiə tədbirlərinə yaşıl işıq yandırılması qərarı İranın mülki infrastruktura bir neçə gün davam edən intensiv hücumlarından sonra qəbul edilib. Bəli, bir neçə raketin İsrail ərazisinə keçdiyini deyə bilərik. Mükəmməl hava və raketdən müdafiə sistemi kimi bir vasitə yoxdur. Bu gözləniləndir, amma düşünürəm ki, İsrailin hava və hava hücumundan müdafiə sistemləri əməliyyat boyu əla effektivlik nümayiş etdirdi. Bununla belə atılan raketlərin bir neçə parçası da olsa müdafiə sistemindən keçə bildi. Buna görə yeni sığınacaqlar vacibdir. Hücumlardan sonra kütləvi informasiya vasitələrində mülki əhalinin lazımi müdafiəsinin olmamasına daha çox diqqət çəkildi. Builders Association-a görə 2024-cü ilə qədər İsraildəki evlərin yarısından çoxunda, təxminən %57-sində təhlükəsiz otaqlar mövcud deyil. Belə ki, 1993-cü ildən sonra ölkədə tikilən evlərdə mütləq sığınacaq məcburiyyəti var. Lakin köhnə məhəllələrin əksəriyyətində belə bir təhlükəsizlik tədbirləri yoxdur. İlk günlər İsraillilərin təxminən 1/4-nin sığınacaqdan istifadə bilmədikləri qeyd olunur. Çoxlarının əldə edə biləcəyi sığınacaqların isə baxımsız qaldığı bildirilir. Sığınacaqlar yeni layihə ilə yenilənəcək. Onlar elə yerlərdə qurulmalıdır ki, hücum anında havadan müdafiə sistemi keçilsə belə bu sığınacaqlar zərər görməsin. Digər tərəfdən bir çox Avropa ölkəsi də son illər mobil sığınacaqlar inşa edir. Keçən ilin mart ayında Polşa hökuməti sığınacaqların tikintisinə 30 milyon dollar ayırıb. Həmin ildə Almaniyada 83 milyonluq ölkədə vətəndaşlar üçün bomba sığınacağı çatışmazlığı səbəbindən bunkerlər şəbəkəsinin tikinti planını hazırlayıb. Plana əsasən bunun üçün yararlı olan bütün ictimai tikililər, o cümlədən metro stansiyaları, xidmət mərkəzləri, inzibati binalar, eləcə də fərdi yaşayış evləri sığınacaq kimi istifadə olunacaq.